Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Mən Gülər Orcova, Fes Akademinin riyaziyyat müəllimiyəm. Bugün sizinlə birlikdə növbəti sınağımızın izahına baxırıq. Lakin sınağın izahına başlamazdan öncə xatırlatmaq istəyirəm ki, əgər sizlər də bizim həm ödənişli, həm də ödənişsiz dərslərimizdən faydalanmaq istəyirsinizsə, bax ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə gəlin başlayaq suallarımızın izahına. Deməli, bu suallar güvəndən, yəni güvən kitabından seçilmiş, dördbucaqlar mövzusuna aid olan suallardır. Başlayaq birinci sualdan. Birinci sualda bizə deyir ki, böyük oturacağı 10 sm olan ABCD trapesiyasının orta xətti M-in 6 sm olarsa, MBSN trapesiyasının orta xəttini tapın. Deməli, böyük oturacaq 10-dur. Orta xətt 6-dır. BC-nin neçə olduğunu bilmirik. Gəlin birinci növbədə BC-ni tapaq. Uşaqlar, biz bilməliyik ki, trapesiyanın orta xəttini tapan zaman oturacaqlar cəmi yarıya bölünməlidir. Bura bir x yazaq. Deməli, x ilə 10-u toplayıb bölmək lazımdır yarıya. Çarpaz vuranda 6-nı 2-yə vurursunuz. 12 bərabər olur. X üstə gəl 10-a. Buradan da x nəyə bərabərdir? 12-dən 10 çıxırsınız. Düzgün cavab 2 alınmış olur. Deməli, tapdıq ki, bu trapesiyanın kiçik oturacağı bərabərdir 2-yə. Bəs bizdən nəyi soruşur? Bax, bizdən bu trapesiyanın orta xəttini soruşur. Bax, diqqətlə həmin trapesiyaya baxsaq, M, B, S, N. Bax, bunun orta xəttini istəyir. Bunun da orta xəttini gəlin bir Y deyək. Bunu da orta xəttini tapmaq üçün yenə oturacaqlar cəmini yarıya bölmək lazımdır. 2-nin üstünə 6 gəlirsə 8, onu da 2-yə böləndə düzgün cavab 4 sm alınmış olur. Yəni, birinci sualda testimizin doğru variantı olur B bəndi. Keçək növbəti suala. Baxırıq burada ikinci suala. Deməli, ikinci sualda bizə deyir ki, ABCD düzbucaqlı trapesiyasında BC 2, AB 6 və bu DC, bax burayla da bura, DC AD-yə bərabər olarsa, CD-ni tapın. Burada trapesiyada, bax, C-dən belə bir hündürlük endiririk. Bu bizdə olur CH hündürlüyü. Bu AB 6-dırsa, hündürlük də 6-ya bərabər olur. Yuxarı 2-dirsə, bax, bu aşağıda 2-yə bərabər olur. Amma bu HD var, bunun uzunluğunun nə qədər olduğunu bilmirik. Bura bir x yazırıq. Onda ümumilikdə bu AD parçasının uzunluğu nəyə bərabər olur? 2 üstə gəl x-ə bərabər olur. Bu da bizə deyir də, AD DC-yə bərabər. Deməli, bax, DC-nin də uzunluğu 2 üstə gəl x alınmış olur. Və buradan hündürlük endirdiyimiz üçün, bax, burada belə bir düzbucaqlı üçbucaq əmələ gəlir. Və bu düzbucaqlı üçbucaqda biz artıq Pifaqor teoremini tətbiq edirik. Pifaqor bizə nə deyirdi? Katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabər olmalıdır. Deməli, 6-nın kvadratı ilə x-in kvadratını toplasaq, düzgün cavab 2 üstə gəl x-in kvadratına bərabər olmuş olacaq. Buradan 36 üstə gəl x kvadrat bərabərdir. Müxtəsər vurma düsturuna görə açırıq. 4 üstə gəl 4x üstə gəl x kvadrat. X kvadratın hər ikisi gedir. Çünki iki tərəfdə də eyni işarəlidir. Buradan 4x bərabərdir. 4-ü atırsınız bu tərəfə, işarəsini dəyişir. 36-dan 4 çıxanda eləyir 32. Onda buradan x nəyə bərabərdir? 32-ni də 4-ə böləndə düzgün cavab 8 alınmış olur. Biz x-in 8 olduğunu tapdıq. Amma bizdən CD-nin uzunluğunu istəyir. Bax, CD-yə fikir verin. 2 üstə gəl x ilə işarə olunub, x-in də qiyməti 8-dirsə, 2-nin üstünə 8 gələndə düzgün cavab 10 alınmış olur. Yəni, ikinci sualda testimizin düzgün cavabı olur D bəndi, D variantı. Keçək növbəti suala. Baxırıq burada üçüncü suala. Deyir ki, ABCD paralleloqramdır. Bucaq A 2x, bucaq B 7x olarsa, bucaq C-ni tapın. Ümumiyyətlə, siz bilməlisiniz ki, paralleloqramın bir tərəfinə bitişik olan iki bucağın cəmi 180 dərəcəyə bərabərdir. Yəni, 2x üstə gəl 7x bərabərdir 180 dərəcəyə. Buradan 9x bərabərdir 180 dərəcəyə. X də bərabərdir 180 dərəcəni bölsəz 9-a. Düzgün cavab 20 dərəcəyə alınmış olacaq. Və siz bilməlisiniz ki, bu deməli paralleloqramda bucaq C-ni bizdən istəyirsə, bax, qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Yəni, bu bucaq C ilə bu bucaq A bir-birinə bərabərdir. Bucaq C bərabərdir bucaq A-ya. İndi bucaq A da 2x deyil. Deməli, bucaq C-ni tapmaq üçün, bax, 2x-i hesablamalısınız. X-in də qiyməti 20-dirsə, gətirib yerinə yazanda 2 dəfə 20, düzgün cavab 40 dərəcə alınmış olur. Yəni, üçüncü sualda testimizin düzgün cavabı olur C bəndi, C variantı. Keçək növbəti suala.
Baxırıq 4-cü suala. 4-cü sualda deyir ki, ABCD paralleloqramında bucaq AOB 75 dərəcə, ASB 30 dərəcə olarsa, ADO-nu tapın. Yəni x istəyir bizdən. Və diqqətlə fikir verin, paralleloqramın tərəfləri bir-birinə paraleldir axı. İki paralel düz xətti, üçüncü düz xətt kəsib. Deməli, burada daxili çarpaz bucaqlar əmələ gəlir. Bax, bu 30 dərəcədirsə, buradakı bucaq da olur 30 dərəcə. Yenə deyirəm, çünki bunlar daxili çarpazdır və bir-birinə bərabər olmalıdır. İndi diqqətlə bax, buradakı üçbucağa baxın. A, O, D. Bax, bu AOD üçbucağına görə 75 dərəcəli bucaq xarici bucaqdır. Və bizdə qayda var. Xarici bucaq özünə qonşu olmayan iki daxilinin cəminə bərabər olmalıdır. Yəni 30 ilə x-in cəminə. Onda buradan x nəyə bərabərdir? 75-dən də 30 çıxanda düzgün cavab 45 dərəcəyə alınmış olur. Yəni 4-cü sualda testimizin düzgün cavabı olur C bəndi, C variantı. Keçək növbəti suala. Baxaq burada 5-ci suala. Deyir ki, ABCD paralleloqramdır. AN və BN tənbölənlər olarsa alfanı tapın. Baxın, bunlar tənböləndir. Gəlin buna bir x deyək, buna da x deyək, buna y deyək, buna da y deyək. Onda A bucağı bərabər olur 2x-a, B bucağı bərabər olur 2y-a. Və biz də bayaq bir qayda dedik ki, bir tərəfə bitişik olan iki bucağın cəmi olmalıdır 180 dərəcə. Deməli 2x üstə gəl 2y bərabərdir 180 dərəcəyə. Hər tərəfi 2-yə bölsəz, x üstə gəl y bərabər olur 90 dərəcə. Bax, diqqətlə fikir verin. Buradakı üçbucaq daxilində, bax, hansı üçbucağı deyirəm? A, N, B. Bax, bu üçbucaq daxilində 2 iti bucağın cəmi 90 dərəcədirsə, deməli, digər bucaqda mütləq şəkildə 90 dərəcə olmalıdır ki, üçbucağın daxili bucaqların cəmi 180 dərəcə olsun. Elə buradan alfanı tapırıq ki, düzgün cavab 90 dərəcəyə bərabər olmuş olur. Keçək növbəti suala. Baxırıq burada 6-cı suala. 6-cı sualda bizə deyir ki, ABCD paralleloqram BD 8, AB 12 cm və BC 10 cm olarsa, AC-ni tapın. Deməli, şəkil yoxdursa, mütləq şəkildə şəkil çəkmək lazımdır uşaqlar. Bu olsun bizim paralleloqramımız A, B, C, D. Deyir ki, BD 8-dir. Bax, bu diaqonalı çəkirik. Bu diaqonal 8-dir. AB 12-dir və BC də 10 cm olarsa AC-ni istəyir sizdən, yəni digər diaqonalı istəyir. Baxın, bizim deməli paralleloqramda diaqonallarla bağlı belə bir düsturumuz var. D1 kvadrat üstə gəl D2 kvadrat bərabərdir 2 vurulsun A kvadrat üstə gəl B kvadrat. İndi bunu tətbiq edək. Birinci diaqonalımız 8-dir. Kvadratı 64. İkincini bilmirik, x yazaq. Olsun x-in kvadratı. 2 vurulsun. Deməli, 12-nin kvadratı 144. Onun da kvadratı olur 100. İndi 64 üstə gəl x kvadrat bərabərdir. 144-ün üstünə 100 gəlsə 244 eləyər. Onu da 2-yə vursaq 488 olar. Buradan x kvadrat bərabərdir. 488-dən 64-ü çıxarıq. 424 olar. Bu da 4-ə bölünür. Deməli, 4 dəfə neçə yazmaq olar? 106. 4 dəfə 106 yazmaq olar. Aha. Onda x bərabərdir. Kök altında 4 dəfə 106 olacaq. Bu 4-dən də 2 çıxacaq. 2 kök altında 106 cm qalmış olur. 2 kök altında 106 cm, bəli. Testin düzgün cavabı A bəndi, A variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq burada 7-ci suala. Deyir ki, rombun perimetri 12 cm, diaqonallarının kvadratları cəmini tapın. Rombun bütün tərəfləri bir-birinə bərabərdirsə, onda 4-ə bərabərdir 12 yazarıq. Buradan da A bərabər olar. 12-ni 4-ə böləndə cavab eləyir 3. Rombun tərəfi 3-dür və diaqonallarının kvadratları cəmini istəyir. Və rombda da tərəflə diaqonal arasında belə bir deməli düstur var ki, D1 kvadrat üstə gəl D2 kvadrat bərabər olmalıdır 4 A-nın kvadratına. Bax, diaqonalların kvadratları cəmini istəyir. Bu da bərabərdir 4 dəfə A-nın kvadratı, yəni 3-ün kvadratı 9. Bunun da düzgün cavabı 36 cm alınmış olur. Yəni testimizin düzgün cavabı A bəndi, A variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq 8-ci suala. Deyir ki, ABCD düzbucaqsında BD 4 kök altda 5. AD-nin AB-yə nisbəti 1-in 2-yə nisbətində olarsa, bu düzbucağın perimetrini tapmalıyıq. 1-in 2-yə nisbətindədirsə, gəlin AD-yə 1K deyək, onda AB olsun 2K. Bax, bura 1K yazırıq, burada yazırıq 2K. İndi diqqətlə buradakı düzbucağı, üçbucağa baxsaq, bax, fikir verin. Diqqətlə
buradakı düzbucaq uçbucağa baxsaq, Pifaqor teoremini tətbiq edə bilərik. Katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabər olmalıdır. K-nın kvadratı K kvadrat eləyir. 2K-nın da kvadratı 4K-nın kvadratı eləyir. Və 4 kök altında 5-i də kvadratı yüksəldəndə 16 dəfə 5, 80 alınmış olur. Buradan 5K-nın kvadratı bərabərdir 80-ə. K-nın kvadratı 80 bölünsün 5, 16-ya. Təbii ki, müsbət götürməlisiniz. K-nın da qiyməti 4-ə bərabər olmuş olur. Deməli, düzbucağının eni 4-dür, uzunluğu 8-dir. Perimetrdə hesablayan zaman 2 vurulsun. A üstə gəl, B düsturundan istifadə olunur. 4-ün üstə 8 gələndə 12, onu da 2-yə vuranda düzgün cavab 24 cm alınmış olur. Yəni 8-ci sualda testimizin düzgün cavabı olur C bəndi, C variantı. Keçək növbəti suala. Baxırıq burada 9-cu suala. 9-cu sualda deyir ki, ABCD kvadratında B'yi 2 kök altda 5 yazaq. 2 kök altda 5 cm. AY bərabərdir 7 olarsa kvadratın diaqonalını tapın. Bunlar bir-birinə bərabərdir. Aha. Və bizdən kvadratın diaqonalını istəyir uşaqlar. B, D diaqonalını istəyir. Bax, burada yaranan üçbucağa fikir verin. A, B, D. ABD diaqonalında sanki bu burada median rolunu oynayır. Bundan əlavə x oldusa kvadratın tərəfi nəyə bərabər olur? 2x-a. Və kvadratın bütün tərəfləri bir-birinə bərabər deyil. Bax, burada yazırsınız 2x. Və burada belə bir düzbucağı üçbucaq meydana gəlib. Bu düzbucağı üçbucağa görə biz nə edəcəyik? Pifaqor teoremini tətbiq edəcəyik. 2x-in kvadratı eləyir 4x kvadrat. Üstə gəl. X-in kvadratı bərabər olmalıdır 2 kök altda 5-in kvadratına. Bu da 4 dəfə 5 eləyir, yəni 20. İndi buradan yazsaq 5x kvadrat bərabərdir 20-yə. X kvadrat bərabərdir 4-ə. 20-ni 5-ə böləndə 4 eləyir. Deməli, x-in qiyməti buradan oldu 2. X-in qiyməti 2-dirsə, onda kvadratın tərəfi 2 dəfə 2, yəni 4-ə bərabər olmuş olur. Və biz bilirik ki, daha doğrusu bilməliyik ki, kvadratın diaqonalı A kök altda 2 düsturundan hesablanır. Tərəfi də 4 tapmısınızsa, deməli kvadratın diaqonalı 4 kök altında 2-yə bərabər olmuş olacaq. Bunun üçün testimizin doğru variantı olur C bəndi, C variantı. Keçək növbəti suala. Baxırıq burada 10-cu suala. Deyir ki, ABCD paralleloqramdır. DSY bərabərdir 2YSB-yə. Bax, fikir verin, buranı beta verib. Bu ondan 2 dəfə böyükdür, 2 beta. Və SYB bucağı 82 dərəcə olarsa ADS-ni tapın. Gəlin tapaq. Biz diqqətlə baxsaq, paralleloqramın tərəfləri bir-birinə paraleldir. Bax, bununla bu paraleldir. Bu da onu kəsəndir. Fikir verin. Burada daxili çarpaz bucaqlar yaranır. Yəni 2 beta ilə 82 dərəcə daxili çarpazdır. Və hər zaman daxili çarpaz bucaqlar nədir? Bir-birinə bərabərdir. 2 beta 82 dərəcədirsə, onda buradan 1 beta bərabər olur 41 dərəcəyə. Bax, bu bir dənə betanın 41 dərəcə olduğunu tapdıqsa, bucaq C, baba fikir verin. Bucaq C neçə betaya bərabərdir? 3 betaya bərabərdir. Bucaq C bərabərdir 3 betaya. Və gətirib yerinə yazanda 3 dəfə 41 bərabər olur 123 dərəcəyə. Deməli, bu bucaq 123 dərəcədirsə, buradan axı bizdən alfanı istəyir uşaqlar, ADS-ni istəyir. Biz yenə deyirəm, bilməliyik ki, bir tərəfə bitişik olan iki bucağın cəmi 180 dərəcəyə bərabər olmalıdır. Deməli, alfa bucağını tapmaq üçün 180 dərəcədən çıxmaq lazımdır 123 dərəcəni. Bu da bərabər olur uşaqlar 57 dərəcəyə. Yəni 10-cu sualda testimizin düzgün cavabı olur A bəndi, A variantı. Belə, bundan da bütün suallarımızı yekunlaşdırmış olduq. Ümid edirəm ki, hər biri tam şəkildə bizə aydın oldu. Və bir daha xatırlatmaq istəyirəm ki, uşaqlar, sizlər də həm ödənişli, həm də ödənişsiz dərslərdən faydalanmaq istəyirsinizsə, bax, ekranda gördüyünüz 077 598 38 00 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Belə, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.